Salam, mən Tural Aslanov. Mən Gülnar Qurbanova. Mən Kənan Kərimli. Mən Şəbnəm Abbasova. Mən Qasım Əlcanov. Mən Elcan Alməmmədov. Mühəndisliyə ilk addım layihəsinin seçim mərhələlərindən uğurla keçərək STEM sahəsi üzrə Polietilen Məlumatlar Zavodunun STEM şöbəsinə STEM üzrə mühəndis olaraq təyin olunmuşam. Burada həmkarlarım və mentorumun mənə çox böyük bir dəstəyi vardır. Bu sahədə həm nəzəri, həm də praktiki biliklərimi sahə üzrə artırıram və artırmağa da davam edirəm. Bir mühəndis olaraq STEM sahəsində mühəndisliyə ilk addım layihəsinin belə bir təşəbbüs irəli sürməyə çox təqdirə layiq bir addımdır. Bunun üçün Azmet Qrup və Azərtexnoline MMC-yə təşəkkürlərimi bildirirəm. Hazırda Fransa-Azərbaycan Universitetində kimya mühəndisliyi üzrə magistr təhsili alıram. 6 ay bundan öncə Azmet Qrupun təşkil etdiyi mühəndislikdə ilk addım proqramı çərçivəsində Azərtexnoline Polad Boru Zavodunun keyfiyyətə nəzarət və keyfiyyət təminatı şöbəsinin sınaq və inşaat məhsulları laboratoriyasında kimya mühəndisliyi üzrə təcrübəmi başlamışam. Və bu 6 ay müddətində peşəkar mühəndislər tərəfində öyrəndiklərim sayəsində eyni zamanda keçirilən təlim və tim bildiklər sayəsində peşəkar mühəndis olmaq yolunda ilk addımlarımı atmışam. Bunun nəticəsi olaraq hazırda laborant olaraq vəzifəmi davam etdirirəm. Bu möhtəşəm imkanı mənə yaratdığına görə Azmet Qrupa təşəkkürlərimi bildirirəm. Azərbaycan Dövlət Texniki Universitetində magistr təhsili alıram və hal-hazırda Azərtexnoline MMC-yə daxil olan Polad Boru Zavodunda istehsal proseslərinin avtomatlaşdırılması mühəndisi kimi fəaliyyət göstərirəm. 6 ay öncə Azmet Qrupun təşkil etdiyi mühəndislikdə ilk addım proqramına qoşulmaqla öz yolumda yeni və önəmli bir səhifə açdım. Bu proqram mənə mühəndislik sahəsinin dərinliklərinə enmək imkanı verdi. Sıradan nəzəriyyədən uzaq, real dünyada öz biliklərimi tətbiq etmək, prosesləri optimallaşdırmaq və sənaye sahəsində irəliləməklə bağlı unikal təcrübələr qazandım. Hər bir təlim, hər bir team building mənim üçün təkcə yeni bacarıqlar deyil, həm də komandada işləməyin gücünü, hər çətinlikdə hər yolları tapmağın zövqünü öyrətdi. Burada peşəkar mühəndislərlə çiyin-çiyinə çalışmaq mənim üçün çox böyük bir fürsət oldu. Proqram çərçivəsində komandamızla birlikdə həyata keçirdiyimiz əsas layihəmiz konveyer sistemlərinin avtomatlaşdırılması layihəsi idi. Layihənin məqsədi qutuları ölçülərinə görə çeşidləyərək istehsal prosesində məhsuldarlığı artırmaq idi. Bu layihədə hər birimizin öz sahəsində rolu böyük idi. Mexaniki hissə üzrə mühəndisimiz Nurlan Əzəmmədov konveyerin dayanıqlı və çevik hərəkətini təmin etdi. Elektrik hissə üzrə mühəndisimiz Rafael Əliyev isə sistemin elektrik təhlükəsizliyini və enerji effektivliyini təmin etdi. Avtomatlaşdırma hissəsində isə mən konveyer sistemini PLC proqramlaşması vasitəsilə idarə edərək qutuların düzgün çeşidlənməsini həyata keçirdim. Bu yolda ilk addımlarımı atmağa şərait yaradan və mənə bu qiymətli təcrübəni qazandıran Azmet Qrupa dərin minnətdarlığımı bildirirəm. Bu proqram məni yalnız texniki cəhətdən deyil, eyni zamanda peşəkar mühəndis kimi böyüdərək gələcək mühəndis kimi formalaşdırır. Bakalavr təhsilimi Bakı Mühəndislik Universitetinin Kimya Mühəndisliyi ixtisası üzrə bitirib, hazırda Bakı Əlneft Məktəbinin Neft Kimyası ixtisası üzrə magistr təhsilimi davam etdirirəm. Mühəndislikdə ilk addım layihəsinə qoşulmaqla Azərtexnoline MMC-nin Polad Boru Zavodunda keyfiyyət təminatı və keyfiyyətə nəzarət şöbəsində təcrübə müddətimi başa vurmuşam və ofis, sahə, sınaq laboratoriyasında texniki və nəzəri biliklərə yaxından müşahidə etmək fürsəti qazanmışam. Hazırda 6 aylıq təcrübəmi bitirib, keyfiyyət təminatı və keyfiyyətə nəzarət şöbəsində keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsində işləyirəm. Bizə bu fürsəti tanıdıqları üçün Azmet Qrupa böyük təşəkkürlərimi bildirirəm. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində neft-qaz qurğular mühəndisliyini, sonra isə Turin Politexnik Universitetində magistr təhsilini tamamlamışam. Azmet Qrupun təşkil etdiyi mühəndislikdə ilk addım layihəsinə qoşularaq yüzlərlə gəncin arasından seçilib Azərtexnoline MMC-də həm müasir avadanlıqlarda, işləmə bacarıqlarından yiyələnmə imkanı əldə etmişəm. Bir mexanika mühəndisi kimi gələcəkdə ən yeni avadanlıqlarda faydalı tətbiqləri sınamağı hədəfləyir. Bakı Əlneft Məktəbinin Kimya Mühəndisliyi ixtisası üzrə məzunuyam. Hal-hazırda Texniki Avadanlıqlar Zavodunda keyfiyyət nəzarəti şöbəsində metallurgiya mühəndisi olaraq təcrübə proqramında iştirak edirəm.
Mühəndislikdə ilk addım layihəsi çərçivəsində Azərtexnoline MMC-nin əməkdaşları ilə çalışmaq və onların təcrübələrindən yararlanmaq mənim karyeram üçün çox mühümdür. Yüzlərlə müraciətçi arasında seçilərək bu təcrübədə iştirak etmək çox sevindirici bir hissdir. Gələcəkdə ölkəmiz üçün yararlı bir mühəndis olmaq əsas hədəf və məqsədlərimdən biridir və bu yolda mənə köməklik göstərən Azmid Qrup və Azərtexnoline MMC-nin rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Azərtexnoline MMC olaraq sənaye sahəsində gənc kadrların yetişdirilməsi üçün prioritet hədəf olaraq daim diqqətimizdə saxlayırıq. Potensiallı gənclərin mühəndislik üzrə peşəkar inkişafı üçün zavodlarımızda geniş şərait mövcuddur. Bu ilin əvvəlində Azmid Şirkətlər qrupunun dəstəyi ilə mühəndislikdə ilk addım proqramına start vermişik. Bu proqram sayəsində 26 nəfər müxtəlif universitet məzunları şirkətimizin fərqli strukturlarında təcrübə keçməyə cəlb olunmuşdur. Bu proqramı uğurla tamamlamış 4 nəfər təcrübəçimiz artıq mühəndis kimi şirkətimizdə işə başlamışdır. Layihənin icra olunmasında məqsəd yüksək potensiallı və akademik göstəriciləri ilə fərqlənən məzunlara mühəndis karyerasında dəstək olmaqdır. Düşünürəm ki, bu proqram korporativ sosial məsuliyyət layihəsi kimi də uğurlu bir addımdır və bundan sonra da bu kimi layihələr davam etdiriləcəkdir.